Salam, hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli bacılarım. Yeni gündən, yeni bir vlogda xoş gördüm hər birinizi. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız. Tək yaxşı olun. Mən də şükürlər olsun yaxşıyam. Daha doğrusu yaxşı olmağa çalışıram. Nəsə bu aralar heç keyfim yoxdur, heç nəyə həvəsim yoxdur. Əslində yəni ki, elə də bir ciddi səbəb yoxdur keyfimin pozulmasına. Sadəcə olaraq nəsə olur məndə belə hərdən. Heç nəyə həvəsim olmur, heç nə etmək istəmirəm. Belə bir növ ruh düşkünlüyü yaşayıram bu aralar. Belə də olanda istəyirəm hər şeydən, hər kəsdən uzaq olum. Yəni təkliyə qapanıram bir sözlə. İstəyirəm yəni negativimi kiməsə ötürməyim. Ona görə də hər kəsdən uzaq durmağa çalışıram. Təbii ki, hər şey keçicidir. Bu hisslər də keçəcək Allahın izni ilə. Doğrusu nə yalan deyim, yəni keyfimin pozulmasının da səbəbi biraz yəni belə deyək ki, səbəbkarlar var. Durduq yeri heç kim öz keyfini pozmaz. Sağ olsunlar bu aralar hər kəs üstümə gələnədir. Əhvalımı pozmaq üçün hər kəs əlindən gələni edirlər, sağ olsunlar. Bir sözlə psixologiyam təmiz pozulub bu aralar. Elə bil ki, hər kəs necə deyim, bir-birindən sözləşib ki, sevincin keyfinə soğan doğrayaq, heç imkan verməyək ki, əhvalı düzəlsin, keyfi yerinə gəlsin. Bilmirəm, ya necə deyim, insanlar mı korlanıb, ya mən mi çox alınqan olmuşam. Bir sözlə hər şeyi çox belə bu aralar pis təsir eləyir mənə. Yəni boşuna da deyil, buna haqlı səbəblərim var. İndi durub yəni səbəbləri açıqlayıb burada çox da detaya da girmək istəmirəm. Amma son vaxtlar ona da diqqət yetirirəm, fikir verirəm ki, həqiqətən də insanlar çox pisləşib. Nə hərəkətlərinə fikir vermirlər, nə danışıqlarına, nə dediklərinə, nə yazdıqlarına. Həqiqətən də yəni bir yaxşı olmaq bu qədərmi çətindir? Yəni ən azından sənə qoyulan hörmətin qarşılığını verməlisən də normal olaraq. Yaxşı davranıb qarşılığını görməyəndə həqiqətən də insan çox incinir, küsür, qəlbi qırılır. Yəni pisi də odur ki, elə bunu edən çox vaxt adamın elə özünkülər olur, ən yaxınları olur. Bəlkə də elə yad eləsə o qədər də incinmərsən, küsmərsən, elə adamın yaxın olduğuna görə güvəndiyin adamlardan görürsən bu hərəkətləri, ona görə də necə deyim, həyata küsürsən ki, niyə belə olmalıdır? Sən axı məni indi tanımırsan, sən axı hansısa bir hərəkəti, pis hərəkəti mənə qarşı edəndə sən bilməlisən ki, bu mənə xoş gəlməyəcək, bu mənə təsir edəcək və sən yenə də o hərəkəti mənə qarşı edirsən. Amma mən yenə də necə deyim, incinsəm də görməzdən gəlməyə çalışıram və sən o hərəkəti mənə təkrar yenə mənə qarşı edirsən. Mən sənə birbaşa deməsəm də hansısa söz arası, hansı necəsə üstü örtülü sənə başa salıram ki, bu şey mənim xoşuma gəlmir də, nə olar etmə. Amma sən elə bir ki, bilərəkdən, prinsipə mənə qarşı bu hərəkət edirsənsə, bu artıq mənə qarşı olan hörmətsizlikdir, sayğısızlıqdır. Mən də bunu qəbul heç cür edə bilmərəm. Belə olduqda da yavaş-yavaş soyunmağa başlayıram. Həmən insanlardan uzaqlaşmağa başlayıram, məsafə saxlamağa başlayıram. Bir sözlə, nə bilim, deməyim odur ki, belə olanda da keyfim pozulur, əhvalım düşür. Neysə, inşallah keçər, bu da keçər. Sizin də keyfinizi korladım. Video başlayan kimi negativ ötürmək kimi olmasın, qızlar üzürlü sayın. Hər dəfə yəni videolarımda çalışıram sizə motivasiya verim, yəni ruh yüksəkliyi verim. Bu dəfə biraz fərqli oldu, əksi oldu. Buna görə yenə də dənədən üzr istəyirəm hər birinizdən qızlar. Yəni bu həyatda da hər kəsin həyatında belə şeylər olur. Yəni deməyim odur ki, hamıda olduğu kimi, yəni hər şey videoda göründüyü kimi mükəmməl deyil də, hər kəsdə ola bilən şeydən bizdə də olur, məndə də olur. Yəni sevincli günlər hər zaman olmasa da, inanıram ki, yəni bu aralar olmasa da, inanıram ki, yenə olacaq Allahın izni ilə, yaxşı olar. Neysə qızlar, keçək vlogumuza. Deməli, yenə də günlərdən hansı gündür dəqiq bilmirəm, çünki yenə də çoxdan çəkilmiş videolarda yəni vloglamışam. Getmişdik yoldaşımla alışverişə.
evdə çatışmayanlar vardı. Onları aldıq, gəldik. Belə aldıqlarımı gəldim, yerləşdirdim və anidən xəbər gəldi ki, qardaşım zəng etdi yoldaşıma ki, sizə gəlirik. Həqiqətən də çox sevindi. Yəni qardaşım işləyir deyə onu, yəni gec-gec gəlir də, bizə vaxtı olmur bizə gəlməyə. Son vaxtlar ona görə də çox sevindim eşidəndə ki, o gəlirlər bizə. Və burada hələ ki heç nədən xəbərsiz, hələ ki asta-asta yavaş-yavaş işimi görürəm, yerləşdirmə işini. Və elə biraz sonra yoldaşım gəldi içəri. Dedi ki, birazdan Elmangil gəlir bizə. Elman da qardaşımın adıdır. Elmangil gəlir bizə. Sən demə artıq çatırlarmış da. Yoldaşıma zəng eləyəndən üstündən nə qədər keçib gəlib mənə təzə deyib. Dedim, bəs mənə indi niyə deyirsən? Mən də hələ yəni ən azından onlar gəlincə bir şeylər hazırlayardım. Dedi, yox, bəs tapşırdı ki, Elman heç nə hazırlamayın. Körpə quzu əti almışam, kabab çəkərik falan filan. Ona görə mən də heç nə hazırlamadım. Hazırlamadım belə ki, yəni vaxtım olmadı hazırlamağa. Çünki elə xəbər tutan kimi üstündən 5-10 dəqiqə sonra onlar gəldi. Dayı hazırlamağa vaxtım olmadı. Və elə gələndə də gördük ki, dayı hər şeyi alıb gətiriblər özləri. Xeyli xərc çəkibmişdi. Ətinə kimi, hətta gəlinimiz salata kimi hazırlayıb gətirmişdilər. Nəyi var, hər bir şeyi özləri ilə alıb gətirmişdilər. Dayı ilə mən də dediyim kimi heç nə hazırlamadım, ancaq belə evdə nə var ondan süfrəyə yığdıq. Elə oturduq ailecək əzizlərimizlə bir yerdə hamımız. Həqiqətən də çox belə gözəl gün keçdi. Vloqa da başlamışdım deyə dedim elə davam edim də. Elə arada da çalışırdım bir şeylər çəkim ki, həm vloqu tamamlayım, həm də əzizlərim gəlib də dedim elə çəkim, xatirə olaraq da qalsın kanalımda. Həm də sizə izləməyə maraqlı bir vloq olsun. Neysə elə qızlar, belə çox da danışıb sizi də yormayım. İstəyirəm şərhi burada sonlandırım. Elə bu yerləşdirmə işindən sonra qardaşım da gəlir. Yəni onun davamını da onlarla bir yerdə görəcəksiniz. Elə şərhimi burada dayandırım. Davamını şərhsiz izləyin. Yəni ehtiyac olarsa gələcəm. Olmarsa da, yəni ən azından sonda sağollaşmaq üçün çalışacağam, qayıdım. Və belə qızlar, siz izləyin. Mən sizə gedim, birazdan qayıdacağam. Sizə xoş izləmələr. Bu arada qızlar, keyfim yoxdur. Amma yenə də sizin layıqlarınızı, şərhlərinizi görməyə hər zaman şad olaram. Və rəylərinizi, video ilə bağlı fikirlərinizi də yazmağı unutmayın. Və abunə deyilsinizsə də abunə olmağı da unutmayın ki, növbəti videolardan xəbərdar olmuş olasınız. Belə, xoş izləmələr sizə qızlar.
işdən saxlayaq stulu. Bir de oradan üşütürüp şey çıkardım, balon. Komputer çıxır. Ona gözəl var. Bunu aparırsan. Beləliklə qızlar, süfrəmizi də hazırladıq. Gəlinimiz sağ olsun kömək elədi, süfrə açdıq. Bayaq dediyim kimi özü ilə salat falan da hazırlayıb gətirmişdi, vinigret salatı. Əlavə turşular falan da əlinə keçən meyvə. Hər şeydən yığdıq stola, evdə də olandan mən də yığdım. Qardaşım da sağ olsun çox qəşəng dadlı kebab çəkdi, əllərinə sağlıq. Cibinə də Allah bərəkət versin, alıb gətirib, əziyyətini çəkdi, bişirdi, yedik. Yetirən, doyduran Rəbbimə şükürlər olsun. Bu arada göz haqqınızı da halal edin qızlar. Allah hər kəsin evindən ruzi bərəkəti əskik etməsin. Həmçinin də bizim də. Əlavə olaraq toyuq da doğradım ki, mənim uşaqlarım ət kebabı sevmir, amma toyuğu daha çox sevir. Ona görə toyuq da doğradım ki, ondan da bişirsin qardaşım. Böyle yığdıq ortaya, nə var ondan. Oturduq, yedik, içdik, dedik, güldük. Çox gözəl bir gün keçdi. Allah hər kəsin evinə belə huzurlu günlər nəsib eləsin. Xoş günlər nəsib eləsin. Hər kəsin qarşısına Allah hər zaman yaxşı insanlar çıxartsın. Huzur verən insanlar çıxsın qarşınıza inşallah. Burada qızlar videomu artıq görürəm sona çatır. Gecə olmadan sağollaşım sizinlə. Sona qədər videomu, vlogumu səbrlə təmkinlə izləyən hər kəsə təşəkkür bildirirəm. Baxan gözləriniz var olsun, yazan, rəy yazan, videonu bəyənən barmaqlarınız yorulmasın. Çox sağ olun qızlar, var olun. Növbəti vlogda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.